qanunvericilikdə lombard fəaliyyəti tənzimlənir. Bu, Mərkəzi Bankın lombard kreditləri ilə bağlı qaydalarında öz əksini tapmışdır. Sadəcə olaraq lombard fəaliyyəti lisenziyalaşdırılmış fəaliyyət hesab olunmur və burada birbaşa məsuliyyət şəxslərin özündədir. Lisenziyalaşdırılmış fəaliyyət növü hesab olunan kredit verilməsi ilə bağlı fəaliyyətdə də risklər əlbəttə ki, kreditorların üzərində olur, amma lombard fəaliyyət birbaşa əsasını təşkil edən, lombard kreditinin verilməsi üçün nəzərdə tutulan, tələb olunan qızılın girov əmlakı formasında təqdim olunmasıdır. Hal-hazırda bununla bağlı hər iclaslarında Milli Məclisdə qeyd olunur, amma bir şəkildə lombard fəaliyyətini tənzimləyən qanunun qəbul olunması baş tutmur. 125 nəfər səlahiyyətli olan şəxsin, hansı ki onlar həm də millətin adından danışmağa səlahiyyətli şəxslərdirlər. Düşünürəm ki, bu şəxslərin özləri də təşəbbüs göstərməlidirlər və yaxud da ki, lombard fəaliyyətini həyata keçirilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış eləyə bilən 40 min vətəndaş imza toplayaraq həmin qanunu Milli Məclisə təqdim etməklə fəaliyyətin tənzimlənməsi ilə bağlı qanunun qəbulunu tələb edə bilərlər. İstənilən halda doğrudan da bugün lombardların fəaliyyəti aşırı dərəcədə problemlidir və vətəndaşların zərəri üçün, belə deyim də, hesablanmış sanki bir fəaliyyətdir. Amma lombardlar heç kimsəni məcbur eləmirlər ki, gətir qızılığı girov formasında qoy və biz sənə məcbur şəkildə kredit verək. Bu, tərəflərin könüllü iradə ifadəsidir. Sadəcə olaraq dövlətin bura tənzimləyici qaydalar gətirməsi mütləqdir və şərtdir.